Ömər müəllim, mən sizin haqqınızda oxuyanda, informasiya axtaranda bir yerdə yazılıb ki, Dağıstanda doğulmusunuz. Bəli. Digər yerlərdə də yazılıb ki, Bakıda. Hansı düzdür? Yox, Naxçıvanda olmuşam. Amma atam məni gətirib məni Dərbəndə. Mənim atam, mənim babam Dərbəndliyik. Hə, demək Dərbəndəsiz siz, yəni. Naxçıvanlı deyilsiz. Yox. Amma Naxçıvanda olmuşam. Hə. Dərbənddə uşaqlığınızdan nə yadınızdadır? Necə keçib uşaqlığınız? Bilirsiniz, Dərbənd yaxşı şəhərdir. Yaşamaq da yaxşı şəhərdir. Ona görə mənə çox belə yaxşı vəspominaniya qalıb, necə mən Dərbənddə yaşamışam. Dənizə gedirik. Çox belə gözəl, yaxşı yad qalıb. Düz deyirlər ki, Dərbənddə elə bir ki, rəsmi dil də olmasa, danışıq dili Azərbaycan dili idi o vaxtlar. Ancaq. Elə. Ancaq Azərbaycan. Sizin ailənizdə incəsənətlə məşğul olan kimsə vardımı, yoxsa tək sizsiz? Bilirsiniz, mənim atam, onun arzu idi, mən incəsənətlə rəssam olum. Kitablar mənə Moskvadan alıb gətirib, bu işlə məşğul olum. Yəni istedadınızı görüb deyə ona da dəstək verib. Ola bilər. Və sizin ailənizdə sizdən başqa kimsə vardı? Bacınız, qardaşınız? Qardaş. Məndən böyükdür. Olub 7 yaş məndən böyükdür. O incəsənətə gəlməyib, elə? O, bilirsiniz, aktyor olub. Teatralni institut qutarıb. Sizin yaradıcılığınızda haçan belə qapılar açıldı qabağınıza? Nə vaxt oldu ki, siz artıq durmadan işləməyə başladınız, böyük əsərlər yaratdınız? 6 yaşında. 6 yaşında siz başlamısınız? Bəli. 6 yaşında birinci nəyin heykəlini yaratdınız? Garibaldi. Garibaldi. 6 yaşında, yəni hər hansısa bir əskər yox, hər hansısa bir ağac yox, Garibaldi. Garibaldi. Ünvanlı, qəhrəman. Garibaldi çox belə o vaxt hamı onun danışırdı. Garibaldi heroydu, qəhrəmandı o. Özü prosta qəhrəman deyil. O belə qəhrəman harda nə yaxşılıq oldu, onu kömək edib. Həmin o əsəri sonra saxladınız, yoxsa yoxdur artıq? Bilmirəm, bəlkə var, daşı bilmirəm. Sonradan Ömər müəllim, hansı mərhələdə siz daha çox heykəl başladınız düzəltməyə? Sizin heykəlləriniz şəhərdə yerləşdirildi və yaxud da ki, binaların açılışında oldu, girişində, binaların içində. Hansı dövrüdür bu? Mənim ən böyük birinci əsər 60-cı il birinci monumental şəhərdə olan, yaşayan əsər Natavan idi. İlk. Dövlət sifarişi idi, hə? Bəli. Necə aldınız o sifarişi? Bu necə olub? Mirzə İbrahimov o qərara gəldi, özü. Bakıda Natavanın heykəli olsun. Hansı heykəltaraşa müraciət eləyək deyəndə sizə müraciət ediblər? Necə olub ki, sizə müraciət ediblər? Mən uşaq işləmişəm bu temada. Mən uşaq bu temada Natavanın heykəli yaratmışam. Onlar baxıblar. Ona görə deyiblər, onda siz də eləyərsiniz. Bəyəndilər, hə? Bəli. Mərmərdən mən yunmuşam. Polifigura. Belə əsər mərmərdən çox özüm eləmişəm. Bütün işləri özünüz eləmişsiniz? Bəli. Bəs hətta çox böyük heykəltaraşların da köməkçiləri olur, onların balaca işlərini görənlər olur. Sizdə bu yardımçı yox idi o vaxt? Yox. Mən hər şey özüm eləyirəm. İndi də, yəni sonrakı dövrlərdə də? İndi də, qabaqda da, tarixdə də həmişə mən
özüm eləyirəm. Hər şey. Karkas, düzəltmək, texniki şeylər Texniki işlərdəsiz. mən özüm eləyirəm. Niyə heç kimə həvalə eləmirsiniz? Mən başlayıram işi, mən уже bilirəm nə var orada, nə lazımdır bir də eləmək. Ömər müəllim, mən sizin əsərləriniz arasında ən çox bəyəndiyim, ən çox sevdiyim bir əsəri deyəcəm. Monumentaldır, böyükdür, nəhəngdir, gözəldir. Hüseyn Cavid heykəli. Kompozisiyadır əməlli. Onun tarixçəsini eşitmək istəyirdim. Vay. Hüseyn Cavid, bilirsiniz, yazıcıdır. Mənə o iş verəndə Heydər Əliyev mənimlə görüşüb, soruşub necə olacaq. O hələ bilirdi də, yazıcı da, pidestal olacaq, o da kitabla qələmlə. Mən belə kompozisiya göstərdim, eskizi. O dedi, nəş belə? Bu, geniş bir. Ben dedim, bu ancak onun şeyi değil. Bu bir de olsun, bütün represiya olunan insanlara olsun. Ona göre ben istəyirəm belə əsər olsun. Miqyaslı. Monumental, çox figuraları, belə onun sadržaniye və çox olsun. O bəndə adıdır, yaxşı. Həmin o əsər elə bir ki, Bakının o hissəsini, Yasamal hissəsini elə bir sambal qatır ora. O qədər gözəl bir kompozisiyadır. Mən onu ilk dəfə görəndə heyrətə gəlmişdim. Doğrudan da heyrətə gəlmişdim ki, bu necə gözəldir. Xüsusən də gördüm ki, elə yaranıb ki, onun ətəklərini uşaqlar dırmaşıb oynaya bilir, insanlar təmas edə bilir də. Mənim çox xoşuma gəlmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra, birinci hakimiyyətini deyirəm, sizin həyatınızda, yaradıcılığınızda nəsə dəyişdi? Yəni sizin yaradıcılığınızda rol oynadı, düzdürmü? Çox oynadı. Daha çox sifarişlər ala bildiniz, daha bəli. dəyərli insanların. Bəli, o özü deyib, o inanır, mən professionalam. Eşitmişəm ki, dostudunuz Ulu Öndərlə. Atnaşeniyası çox yaxşı idi, kommunikabildi belə. Bir çox insanların həyatını dəyişib. Bir çox insanlara peşəkar fəaliyyət göstərmə imkan yaratdığına görə onların da həyatı dəyişib. Bəli. Yaxşılığa doğru. Sonra Heydər Əliyev Moskvaya getdi. O Moskvadan da nə cürsə sizlə əlaqə saxlayırdımı? Nə işlərlə bağlı, nələrsə tapşırıqlar verirdimi? Moskvada Heydər Əliyev çox belə, necə mən deyim, çox bərk bir hüvətlədi. İtirib yoldaşı, həyat yoldaşı. O bilirdi, o xəstədir, belə ağır xəstədir. Amma onu olanda sonra lap nəfəsdirib, belə bir hüvətlədi. Məni də çağırıb, əsər yaratmaq lazımdır onun haqqında. Tapşırıb belə, mən də o əvvəl Novodevçi kladbişi oldu, bastırıblar. Bilirsiniz, o Novodevçi kladbişi də bu belə yerdir. Orada Svetlana Stalina, bilmirəm kim, Sobinov belə insanlar, o yer belədir. Özü hər əsər mərmərdə.
mən də çalışmışam belə stildə, belə materialda olsun, onlara uyğun olsun. Amma sonra dəyişiblər. Necə deyirlər, aslan ki, gətiriblər Bakıya. Bakıda mən belə təklif verdim. Bu əbidə mərmərdə yox. Bilirsiniz, neş mərmərdə yox. Orada Moskvada, o Novosibirsk, o hər mərmərdən ona görə. Amma Bakıda yoxdur. Bakıda niyə lazımdır bizə belə incə material, mərmər kimi? Çox hatalıdır. Bilirsiniz, mərmər belə materialdır, incə material. Siz çirdinizsə, atarsınız ona. Gedəcək 5 santim qılıb heç diləmirsiniz. Ləkəsi qalacaq, getməyəcək. Gələcək, izvistək də o Çəkəcək canım. çəkəcək ya. Su çəkir üstünə. Sonra ondan da başqa mərmər belə şeydir, belə insanlar var da. Cürbəcür insanlar var. Mən ona təklif edərdim. Bu modeldən biz bir də variant eləyək bu modeldən. Eyni heykəl, başqa. Eyni modeldən. Amma mərmərdən yox. Tuncudan, bronzadan olsun. Bronza belə material, ona çəkişlə vurur, nə istəyirsin, bərk materialdır. İndi Fəxri Xiyabanda olan heykəldən danışırıq biz. Bəli, mən belə qərara gəldim və ona idarəçi dedim. Bu əsər gerek olsun tuncdan, olsun bronzadan. Ömər müəllim, Zərifə xanımın heykəli, o mərmərdən olan heykəli hazırlanandan sonra hansı proses baş verdi? Bilirsiniz, mən bu işi dəyişmişəm adı. Mən onu vermişəm belə adı elegiya. Elegiya bu, necə deyim, belə romantik, belə lirik, belə şeydir, elegiya. Mən ona adı belə vermişəm, elegiya. İndi də mərmər muzeydədir. Orada da yazılıb, elegiya. Ömər müəllim, bax bu şəklin tarixçəsini istəyirəm danışasınız. Bu Moskvada, orada bir heykəltaraş var, Rukavishnikov. Onun emalatxanada gedərlik mənə bazirovat elədi. Vaxt ayırdı, gəldi sizin üçün. Neçə saatını həsr elədi və ki, siz eyni O yaradasınız. istəmirdi. Yenə də istəmirdi. Vəbşi heç istəmirdi. Onun heykəli olsun. Nə mənim heykəlim? Olmaz. Qışqırırdı. Nəş mənim heykəlim? Düzəldiriz. Amma ona dedilər, gedərəlik. Bu qarardır. Bu qarar Sovet vaxtında olub. Kim дважды герой oldu, дважды qəhrəman. Onun harda ona anadan oldu, onun doğma yerində büst olacaq. Həmin o Naxçıvanda qoyulan büstün tarixçəsidir bu, düzdürmü? Bax bu prosesdə aranızda hansı söhbətlər olurdu? Nədən danışırdı? Səbirli idimi? Çox çəkdi? 2 saat. Bir dəfə gəldi 2 saata. Alın. 1 saat oturub, 1 saat mən xahiş elədim dursun. Niyə görə? İnsan oturur belə. Amma deyəndə belə deyənir. Görürsün. Burada hələ oturaqdır. Otur, bir saat. Mən xahiş elədim dursun. Oturub.
Bir Bir saat, saat da yox stadion. ha, bir saat da durub. Səbirli. Biz danışdıq, zarafat elədik onu. Gözüm kaldı bu yollarda göz hasretinle her zaman hasretinle her zaman. Ömər müəllim, bu o bayaqki şəklin digər rakursudur, hə? Ha, Kim çəkib? Salaxov, Tahir Salaxov. Tahir Salaxov. Fotoqraf kimi. Orada idik, danışırdı, kömək eləyirdi. Dostudunuz Tahir müəllimlə də. Lap yaxın dost. Bu şəkildən çoxdur. Eyni rakursdan. Belə çoxdur. Bu kimdir? Bu Rukavishnikov. Hə. Onun emaltxanası. Heykəlləriniz sizin elə bil ki, belə sevgi ilə düzəldilib hamısı. Mənim yeyəm. Hə. Burada çoxdur deyəsən sevgi, hə? Düz deyirsiniz. Şəngdir, hiss olunur o. Bu harda açılışdı? Bu Bilkentdə, Aha. bu Doğramacı. İhsan Doğramacının heykəlidir, hə? Bəli. Hələ sizdə çox şəkil var ya, yəqin ki. Bu görüş var ya. Ha, Yadınızda nədən danışırdınız və hardadır bu? mən gəlmişəm bura. Çox səmimi şəkildir bu. Bu Fəxri Xiyabandır da. Bu önlərin yaxşı zarafatları var idi, hə? Ha, çox, Baməzə. çox vəbşə zarafatçı idi. Sizlə də zarafat eləyirdi. Eləyirdi, ha. Eləyirdi. Həmin o prosesdə nədən danışırdı sizlə? Yadınızdadır? Bilirsiniz, Heydər Əliyev çox, necə deyirlər, kommunikabil adam idi. O çox xoş idi, onun danışmaq, zarafat eləmək. O görürdü da bu gəldi bir pəhlivan kimi adam, sırası gəl, deyəm, vurur. Mütləq. Zarafatçı. Ha, belə insan idi. Ömər müəllim, sizin adınız 91-lər siyahısındadır. Bəli. Siz o 91 nəfər kimi, onlardan biri kimi imza atmısınız ki, Heydər Əliyev yenidən hakimiyyətə gəlsin. Məktub hazır olandan sonra artıq Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi, qayıdış oldu. Orada bilirəm ki, o artıq Bakıda olandan sonra bir elə bil ki, ona qarşı bir plan hazırlanmışdı və bir siyahı var idi. Orada da imza atırdılar həmin o siyahıya ki, Heydər Əliyevi istəmirik. Nəsə belə sizə də müraciət eləmişdilər. O hadisəni danışa bilərsiniz. Danışa bilərəm. Bilirsiniz, gəldilər mənə məktubla oxudular. Mən dedim, yox. Nə var idi o məktubun içində? Nə istəyirdilər? O, Əliyevçina, nə bilim nə. Onun kiç sözlər. O, bilmirəm kim idi, satrap belə pis adam idi, bilmirəm nə şeylər. Yəni iyunun 15-dən sonra idi, getsin deyə, hə? Hakimiyyətə gəlməsin, qalmasın hakimiyyətdə deyə. Aha. Mən dedim, mən qol çəkməyəcəm. Siz də özü başa düşün. Mən
bu insanla çox belə yaxşı şey olub. Mən necə onu eləyə bilərəm? Mən onu çəkməyəcəm bu məktuba. O danışdılar, yaxşı getdilər. Getdilər, mən bir saniye sırası. Rafael Hanaleyce, onun köməkçisiydi. Zəngilədim, bax belə şeylər, belə məktub gətirib verməyə, mən qol çəkmədim. O sırası şey elədi, blokirovat elədi bu şeyi, məktubu. Belə qalıb. Mənə də sonra dedilər, özü gedərək istəyib, sən lap belə adamsın Smelly, sən öldürə bilərdin. Belədir də. Qəribədir də, yəni insan seçəndə ki, kim bu məktuba imza atsın, ən yanlış adama gəliblər də. Ömər Eldarov həyatı bu elə bir şey eləməzdi axı. Yanlış seçiblər adamı. Mən onlara deyim, dedim buna, siz necə bilirsiniz, necə mən onu eləyim? Riskə getmisiniz siz. O da dedi, Allah belə adamsın ha. Hiç görmüyor, büyük da, ben de öldürdüler, batmış. Heydər Əliyevin Fəxri Xiyabandakı o abidəsi də sizin işinizdir, deyilmi? Bəli. Nə qədər müddətə hazırlandı, onun tarixçəsi necədir? Bilirsiniz, o vaxt Fəxri Xiyabana qabrıstı. Hər gün bir maşın gül gətiriblər. Hər gün. Sonra təzə gül, hər gün təzə gül gətiriblər. Mən də belə qərara gəldim. Kakras o gün, axırıncı gün haçan gətirəcəklər. Heykəli olsun orada. Uşaq hazırdı. Məndə bir neçə variant olub. Onun heykəli. İlham gedərik. Seçim bu nədir? Dedi, bax bu olsun. Bu variant olsun. Biz də belə eləmişik. Necə o qərara gəlib. Eləmişik. Gedərək istəyənlər. Orada xaritə bizim ölkə, Azərbaycanın xəritəsi. bizim ölkə divar belə büyük. Granitdən özü. Bu da bizim xaritə, как будто бы quş uçur. Və onun fonunda deyənlər gedərək. Siz elə əsərlərin müəllifisiniz ki, bir tərəfdən bayaq dediyim kimi Hüseyn Cavid, monumental, böyük, nəhəng, bir tərəfdən bulvarda gördüyümüz Müslüm Maqomayevin heykəli. Artıq yeni nəsil heykəllərə gəlib çıxırıq. Siz indi bu yeni tendensiyanı bəyənirsiniz, yeni dəbi deyək də, ki, heykəllər elə insanlardan biri olur. Yox, pidestalsız olsun. Hə, pidestalsız. Yox, bu çox pisdir. Обязательно heykəl pidestalda olsun. Niyə görə? Во-первых, birinci, siz gəlmişsiniz, bu yerində durur, cürbəcür adamlar olur. Biri belə eləyəcək, biri parmağını nə eləyəcək, biri nə eləyəcək. Olmaz, bu gülük belə dayansın, istəsə də sən onu deyə bilməsin. Sən də bu üçün pis oğlansın. Gəldin belə şey eləmək. Amma o Əlin çatmayacaq, hə? Əli çatmayacaq. Bu biri. İkinci, pidestal
pidestalda dayanan heykəl monumental olur. Belə əzəmətli olur. Ömər müəllim, sizin tələbələriniz var? Mən rektor olmuşam. Sırf sizdən, bilavasitə özünüzdən gəlib iş öyrənən varmı? Aşağıda emalatxananız var. Özünüz yetişdirdiyiniz, daim sizin yanınızda olan heykəltaraşlar varmı? По-моему, yoxdur. Ömər müəllim, Rəssamlıq Akademiyası necə yarandı və niyə sizə həvalə olundu? Akademiya yaratmaq üçün bu Gidara üçün fikir idi. O hələ bilirdi, Azərbaycanda обязательно mütləq Rəssamlıq Akademiyası olsun. Ona görə hər şey onun üçün düzəlib, dəvət edib dövlət insanlar kimdən nə asılıdır, yığıb, nə deyib, bax, belə gerək. Bizdə Rəssamlıq Akademiyası olsun. O düş tələsirdi. O gedirdi operasiya eləmək. Mən belə başa düşdüm. Onu eləyim. Onu da eləyim, sonra gedim operasiya. Hamıya deyib, kim nə eləsin, nə görsün, nə eləsin. Bu Rəssamlıq Akademiyası bizdə olsun. Belə də oldu. Birinci rektor mən oldum. Ömər müəllim, sizin rəhmətli oğlunuzun adı Müslüm idi. Müslüm Maqamayevlə bağlı qoymusunuz adı, yoxsa başqa bir səbəb vardı? Bu mən demədim. Bu mənim yoldaşım, onun anası. Erna xanım. Deyib, Müslüm adı olsun. Bilmirəm, nəyə görə, bəlkə Müslüm Maqamayev, yəni o şey, belə qərara gəlib, Müslüm olsun, Müslüm olsun. Ömər müəllim, bu sizin qaleriyanızdır. Deyəsən elə evdə qaleriyalar çoxdur. Bu kimin əsərləridir? Bu bitti əsrlər mənim oğlumun. Bu sol tərəf bütün rəsmlər onundur. Onun bu uçevli şeylərdir, işte yaradan, bu da onundur, çok onundur. Bak, görürsün böyle şeyler, çok şeyler var. O çok grafika yüksek seviyede. Bəs bu əsərlər Bu da əsərlər olur. oğlunuzundur, Müslümün. Allah rəhmət eləsin Müslümə. Allah rəhmət. Ömər müəllim, nə oldu Müslümə? Çox gənc rəhmətə getdi. Siz də, yoldaşınız da uzun ömürlüsünüz. Necə deyim, bu rak nədir? Xərçəng. Bir şeydir. Yəni o xəstəlikdən, Çox. Amma sizin 2 qızınız da var. 2 nəfər qız var. Allah saxlasın. Bəs nəvələriniz də var sizin, düzdürmü? Nəticələr də var. Ay maşallah, nəvə, nəticə. Neçə nəfərdirlər? Neçə nəvəniz, neçə nəticəniz var? O yadımdan çıxıb. Amma var, çox var. Bakıda qalan varmı? Bakıda yox, Bakıda yox. Xaricdədirlər, Xaricdə. Bu əsərlər də oğlunuzundur, Müslümündür. O da bu uşaq belə abstraksiya kimidir biraz. Realistik deyil. Belə də. Onun tərzi idi bu. Və siz hansını daha çox bəyənirsiniz? Bilmirəm mən də. Baxıram, çox yaxşıdır da onun qalereyası qalacaq burada muzey kimi. Başqa kimlə dostluq eləmisiniz siz? Kim dostunuz olub? Çoxdur. Kim? Rasim Aliyev. Məsələn. Çox. Məndə dost çoxdur. İndi də var. İndi də var. Görüşürsünüzmü? Görüşürük. Onlar sizə gəlir, siz onlara gedirsiniz, yoxsa şəhərdə görüşürsünüz?
Cürbəcür olurdu. Belə olur, belə də olur. Ömər müəllim, deyəsən heç sizi belə imkan vermirlər ki, evdə oturasınız. Çünki siz heykəltaraşlığın patriarxısınız və hər kəs sizdən fikir almaq istəyir. Dəvət eləyirlərmi fikir almağa, nəsə bir dəstək olmağa? Olurdu, gəlirlər. Mən kommunikabil adamım. Mən çox xoşdan danışıram. Görürük. Məndə bu problem deyil. Ömər müəllim, ötən il dekabrın 21-də sizin 98 yaşınız oldu və sizin görüntüləriniz yayıldı, siz rəqs eləyirdiniz. Hardaydınız, necə olmuşdu bu? Ad gününüzü qeyd eləyəndə olmuşdu deyəsən bu. Musiqi var, mən otura bilmirəm. Mən onu istəyirəm. Oynamaq. Belə olur. Çox belə olur. Musiqi başladı, mən də oynayıram. Bəs hansı musiqi daha çox belə sümüyünüzə düşüb? Məsəl üçün sizin gəncliyinizdə caz çox məşhurdur, sonra rock gəldi, sonra bir çox rəqs növləri vardı. Milli musiqi var. Hansı daha çox doğmadır sizə, daha çox yaxındır? Mənə yaxındır o. Harda çox sodержаниясы var. O belə çox geniş şeydir. O Ürəyə toxunan Bəli. məsələ. Bu il sizin 99 yaşınız olacaq inşallah. İnşallah. Necə qeyd eləyəcəksiniz? Harda qeyd eləyəcəksiniz? Mən deyəcəm, еще не вечер. Bilirsiniz, mən yaşayırdım. Birdən bu 100 yaşı var. Bu hayat. Bu necə tez oldu? Nə tez keçdi, hə? Birdən oldu. Bu. 100 yaş. Bilirsiniz, beni getirdiler Roddom'dan. Koyublar böyle stolun üstüne. Hanım diyor, ne sonra diyeyim beni. Ben diye baktım dedim. Bu jilet değil. Yaşamayacaq. Bu yaşayan değil. Zəif idi yəqin. Ne yapacağım? Da bu yaşayan değil. Da bir iki saat yaşayacak. Ama səhv oldu. Təxminən 100 il belə səhv var, hə? Səhv oldu. Aşağı yuxarı. Allah ömür versin. Neçə yaşlı insan kimi hiss edirsiniz özünüzü? Bilmiyorum ne cevap verim. Yəni yaşınıza görə gümrahsınızmı, yoxsa elə 98 hiss edirsiniz? Ya, ben hala bilirim, что еще не вечер. Çalışıram onu tərcümə eləyim. Yəni heç nə bitməyib kimi də, hə? Ha, Heç nə еще bitməyib. не вечер. Umud edirəm ki, yenə görüşəcəyik. Mütləq. Mütləq görüşəcəyik. Ulduzlar qanadım alsaydı mən sənin yanına uçardım həmən. Əllərim əlinə toxunan kimi səni yer üzünə qaytarardım mən. Əllərim əlinə toxunan kimi səni yer üzünə qaytarardım mən. Dinlə ürəyimin qəm qüssəsini, mən yaxşı bilirəm ayrılıq nədir. Küləklər könlümün bu naləsi,